Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən yay fəslidir, pomidor bankası bağlayırıq, qışlıq tədarükümüzü görürük. Gördüyünüz kimi burada bankalarımızın çoxsunu doldurmuşam. Yarısı hələ boş durur. Pomidorlarımız gül kimi yuyulub, sarımsağımızı soymuşuq. Burada şüyüd, acı üstod, çərəüz, lavrollis, yəni dəfnə yarpağı. Bir də bankalarımız, hələ duzumuzu əlavə etməmişik. Budur 3 litrlik bu bankalardır. 2 litrlik banka, 1 litrlik bankalar. Yəni kim necə istəyir, neçə litrlikdə bağlamaq istəyir, elə bağlaya bilər. Pomidorlarımızı dolduraq bankalarımızın içərisinə. Yaxşı möhkəm basırıq ki, bankalarımıza pomidoru qoy yer, yaxşı az yer aparsın. Duzumuzu əlavə edək. 3 litrlik bankalarımıza 2 xörək qaşığı yarım duz əlavə edəcəm. 1 litrlik bankalarımıza 1 xörək qaşığı, ya istəsəniz biraz az, yəni 1 xörək qaşığı tam dolu olmamaq şərti ilə silə 1 xörək qaşığı əlavə edəcəyik 1 litrliyə. 2 litrliklərimizə də 1 dolu xörək qaşığı, bir də xörək qaşığın yarısından əlavə edəcəyik. Tuzumuz belə duzdur, turşu tuzu. Yəni çox nə iridir, nə xırda deyil. Suyumuz gözəl qaynayır. Bax belə qaynaya-qaynaya qaynar suyumuzu bankalarımıza əlavə edəcəyik. Artıq bankalarımız 20 dəqiqə, 25 dəqiqə qaynadı. İndiki pomidorlar çox qaynasa yaxşıdır. Bankalarımızı çıxardaq. İkinci səfər ayrı o bir bankalarımızı qazanımıza doldurduq. Onu da deyim ki, qazanımızın suyun içərisinə nəsə bir dəsmal zat salmaq lazımdır ki, bankalar suda qaynayanda partlamasın, yəni çatlamasın. Budur, içərisinə dəsmal salmışam. Buraxaq bu bankalarımızda qaynasın. Burada doğranmış pomidorumuz var, qayğanaqlıq. Onu da qaynadaq. Bankamıza essens əlavə edək. Əgər sevmirsinizsə, əlavə etməyə bilərsiniz. Çox yox, çay qaşığının yarısından essens əlavə edək. 1 litrlik bankadır. Bankalarımız hazırdır.
Çox gözəl, möhtəşəm alındılar. Siz də mənim kimi belə qışlıq turşular, qayğanaqlıqlar, pomidor qayğanaqlığı, turşular bağlayın. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.